Yaxşı idi. Döyüşümdə elə bir səhv buraxmadım, zərbə buraxmadım. Tam yorulmadım da demək olar. Yəni bundan sonra bir 10 rahat işləyərəm. Yəni o cür hazırlaşmışam. Sadəcə dediyim kimi, keçən dəfə də, indiki döyüşdə də, avqustda olan döyüşdə də, indiki döyüşdə də rəqiblərim hiss edirəm məndən çəkinir. Ona görə müdafiəyə çox üstünlük verir. Ancaq müdafiə və döyüş istədiyim kimi eləyə bilmirəm. Yəni mən istəyirəm zərbələrimlə vurmaq, oturmaq. Yəni bunun üçün çalışmışam çox. Sadəcə rəqibim o döyüşə girmək istəmir. Ona görə mənim üçün döyüş istədiyim kimi alınmadı, amma ümumi baxımda tam qələbədir və bunun üçün sevincliyəm. No hard to slow. Not easy, but easy for me, but not easy. Easy for me, just for me. Təbii ki, qazanmaq gözəl bir hissdir. Yəni mən də bunu burada yaşayıram. Dəfələrlə də yaşamışam Macaristanda. Yəni bu boksu sevən millətin içində bu hissi yaşamaq bambaşqa bir hissdir və demək olar ki, yaşadığım ən həzz verici hisslərdən biridir.